YouTube'dan pul qazanmağa başlamayanların ən böyük 5 bəhanəsi. Əgər YouTube-a hələ başlamamısansa, böyük ehtimalla səni saxlayan səbəb bunlardan biridir. Birinci bəhanə: Azərbaycanda YouTube'dan pul qazanmaq mümkün deyil. Əslində isə YouTube Azərbaycanda yox, izləyicinin harada olmasından və kontentinin keyfiyyətli olmasından asılıdır. Hər işdə belədir. Peşəkarlıq davam etdikcə, video paylaşdıqca yaranır. İkinci bəhanə: İnternetdən pul qazanmaq real deyil. Bəli, internetdə çox vloglar var. Amma bu, YouTube'un işləmədiyi demək deyil. YouTube illərdir milyonlarla insana rəsmi şəkildə ödəniş edir. Üçüncü bəhanə: mən peşəkar deyiləm. İnanın mənə, heç kim ilk videosunu peşəkar çəkmir. Hər işdə belədir. Peşəkarlıq davam etdikcə, video paylaşdıqca yaranır. Dördüncü bəhanə: mən üzümü göstərmək istəmirəm. Bugün YouTube'da üzünü göstərmədən uğurlu olan minlərlə YouTube kanalı var. Süni intellektdən istifadə edərək hazırlanan videolarla da auditoriya qurmaq, YouTube'dan pul qazanmaq mümkündür. Beşinci və ən təhlükəli bəhanə: biraz da gözləyin, sonra başlayarım. İnan mənə, ən doğru vaxt dünən idi. İkinci ən doğru vaxt isə elə bugündür. Əgər sən də üzünü göstərmədən və ya süni intellektdən istifadə edərək YouTube'dan gəlir əldə etməyi öyrənmək istəyirsənsə, məni izlə. Bu səhifədə bütün prosesi addım-addım izah edirəm.